Vaxtınız xeyir əziz izləyicilər. Yung Universitetindən alimlər belə bir araşdırma edirlər ki, 6 aylıq körpələrin yaxşını və pisi ayırd edə bilmək özəllikləri inkişaf edibmi, eləməyibmi, hansı formada inkişaf edib, bunu yoxlamaq üçün bir araşdırma edirlər. Araşdırmada bir neçə 6 aylıq körpələri gətirirlər, bir otağa qoyurlar. Onlara 3 dənə fiqurdan ibarət olan bir oyun göstərirlər. Bu oyun belə olur. Oyunun birində pişik olur, bir oyuncağın biri aslan olur, bir oyuncaq da it olur. Deməli, aslan pişiyi qovur, pişik qorxusundan yuxarı dırmaşır və it də həmin pişiyi aslandan qurtarmağa çalışan bir obraz olur. Bu oyunu davamlı olaraq bir neçə dəfə təkrar elətdirirlər və bu oyunu uşaqlara göstərdikdən sonra bir neçə dəfə sonra həmin oyuncaqları bu 6 aylıq körpələrin qarşısına qoyurlar ki, baxaq görək bu körpələr bu oyuncaqlardan hansını seçəcəklər. Və körpələrin 80%-i pişiyi aslanın ağzından qurtaran iti seçir. Yəni bu o deməkdir ki, körpələr, 6 aylıq körpələrin 80%-i yaxşı ilə pisi ayırt edə bilirlər. Ona görə də əziz valideynlər, əziz müəllimlərimiz, biz uşaqlarımıza uşaq deyib keçməməliyik. Onların yanında edəcəyimiz davranışları biz mütləq nəzərdən keçirməliyik, diqqətlə davranış göstərməliyik. Çünki bizim evladlarımız, bizim uşaqlarımız, bizim şagirdlərimiz yaşlarının az olmasına baxmayaraq pislə yaxşını ayırt etməyi 6 aylıq körpəlikdən etibarən bacarırlar.